olursa. Bəli. Sonra digərlərini də göndərirsiniz mənə. Şəxsidən baxaram Yaxşı. yazdıqlarınızı. Birinci şərt operatorlarına aid məsələlər var burada. 9 dənə məsələ təyin olunub. Birinci məsələyə baxaq. Deyir, ədəd müsbətdirmi? Bizə sual verir. Və burada da şərt verib. Nə üçün? Nəyi hesablamalıyıq? İstifadəsinin bir ədəd alın. Əgər müsbətdirsə, müsbət ədədi yazdırın. Yəni, istifadəçi tərəfindən kompüterə bir ədəd təyin olunacaq. Və həmin ədəd müsbətdirsə, ekranda sadəcə müsbətdir, müsbət ədəddir yazısı əks olunmalıdır. Bunu necə yaza bilərik? Baxaq. Demək, misal üçün, belə izah eləyim öncə. Bir plan xəttimizi çəkək. İstifadəçi bir ədəd daxil edəcək. Deyək, 5 daxil etdi. Və biz nə etməliyik? 5 ədədinin müsbət olub-olmadığını təyin etmək üçün növbəti addım nə ola bilər? Ardıcıllığı siz deyin. Bir dəqiqə mənim gözlüyüm. Necə? İstifadəsi, Müsbət. bəli. Aha, nə dediniz? İstifadəçi bir ədəd daxil edəcək. Məsələn, 5 daxil etməlidir proqrama. Buradakı ardıcıllıq sizcə necə edə bilər? Aha, da 5. Əgər müsbətdirsə, deyirsə if-lə başlamalıyıq. Birinci ədədi daxil edək. Necə daxil edərdik? A bərabərdir 5 tutalım. Məsələn, A bərabərdir. Birbaşa 5 yazmayaq, belə edək. Çünki məsələnin şərtində deyir ki, istifadəçi bir ədəd daxil etsin. Gəlin bunu terminal pəncərəsi ilə daxil edək. Biz bir input adlı komanda keçmişdik. Necə yaza bilərik onunla? Mən bunu başa düşə bilmirəm. Mən nə əlavə etməliyim? Integer, input. Əgər ədəd deyirsin, natural ədəddən söhbət gedir Bunu başa burada. düşə bilmirəm ən çox da. Integer tam ədədlərdən söhbət gedir. Məsələn, 5, 6, 8. Yəni müəyyən bir kəsr hissəsi olmur. Float isə müəyyən bir kəsr hissəsi olur. Misal üçün 3 tam %5. Bunun müəyyən bir %5 kəsr hissəsi var. Amma bəzən olur ki, misal üçün baxanda A bərabər sadə 5 yazırlar. Bəli, elə də olar. Orada artıq dəyişənə müəyyən bir qiyməti biz mənimsətmişik. Elə də yazmaq olar. Misal üçün A bərabərdir 5. Təyin edərik. Sonra nə etmək olar? İndi yoxlayaq. Ədəd müsbətdir, yoxsa müsbət deyil. Bunu necə yoxlayarıq? If-lə? Bəli, if-lə. If. Sonra nə yazmaq olar sizcə? Biraz düşünün. Müsbət bir ədəd, ya necə? İndi biz if-i, misal üçün, biz 5 daxil etdik istifadəsi olaraq. Proqram gəlib bunu müqayisə etsin. If nə deməkdir ingiliscə? Əgər. Doğrudurmu? Bəli. Əgər varsa, məntiqdən düşünsək, əgər müsbətdirsə, bu ədədi yoxlayırıqsa, əgərlə sonra nə etmək lazımdır? O ədədi yoxlamaq lazımdır. Bu ədəd müsbətdirsə, nə olmalıdır? Sıfırdan böyük olmalıdır, düzdürmü? Müsbət ədədlər sıfırdan böyükdür. Bəli. Mənfidirsə, sıfırdan kiçik olacaq və ya sıfırdırsa, sıfıra bərabər olmalıdır. Sıfırdan böyük olan şərti yoxlamaq lazımdır bura. Və biz ədədimiz 5-dir, müəyyən bir ədədi hara mənimsətmişik? A dəyişəninə mənimsətmişik. A dəyişənini bura yazmalıyıq. Yəni, durub da ədədi belə yazsaq, əlbəttə ki, səhvdir. 5 böyükdür 0, belə yaza bilmərik. Bu, yanlış bir yazılış üsulu olacaq. Biz 5-i A-ya mənimsətmişik deyə. If A, sonra nə olar? Kiçikdir 5-dən, yox, böyükdür 5-dən. Böyükdür. Böyükdür 0-dan. 0-dan. Çünki müsbətə də yoxlayırıq axı. Sonra nə etmək? Bunları yazanda A-la misal üçün böyük işarəsi arasında məsafə qoymalıyım, yoxsa bitişik yazsam problem olmaz? Fərqi yoxdur onun. Sadəcə səliqəli olsun deyə mən bəzən boşluq qoyuram, daha detallı görsənsin. Onun fərqi olmur. Amma yəni yenə də bitişik yazsam heç bir problem olmaz. Xeyr, heç bir problemi yoxdur. Sadəcə bir dənə bunu yazmayın. If içərisinə A-nı birləşdirməyin. Bu şəkildə yazılış qaydası sintaksis səhv verəcək bizə. Komandaya müdaxiləsi olmamalıdır. Bir də məsələn misal üçün else-dən sonra 2 nöqtə qoyuruq, amma if-dən sonra 2 nöqtə qoymuruq. If-dən sonra şərtimiz olur, sonra 2 nöqtə qoyuruq.
İndi Hə, biz səhvlə. şərtimizi verdik. Nə etməliyik? Sıfırdan sonra yəni 2 nöqtəni qoymalıyıq. Bəli, 2 nöqtəni qoyuruq. Çünki əks halda 2 nöqtəni qoymasaq, enter basanda yeni sətr görürsüz ki, yeni bir abzasdan başlayır. Bu da artıq burada bir xəta olduğunu bizə işarə edir proqram öz beyni ilə. Biz 2 nöqtəni qoyuruq bura. Qoyduqdan sonra enteri basanda bu dəfə görün 5 iterasiya, hətta 5 yox 4 iterasiya bizi sağdan başlatdı yeni sətirdə. Və bu da olur if-in şərt gövdəsi. A böyükdür 0 şərti olacaq. A 0-dan böyüksə nə ekranda çap etsin? Müsbət ədəddir. Necə yazmaq olar onu? Printlə. Bəli, print. Müsbət ədədi necə yazaram? Sözlə. Sözlə Dırnaq arasında. məlumdur. Dırnaq arasında. Dırnaq arasında, bəli. Dırnaq arasında yazarıq ki, müsbət ədəddir kimisin. Əgər biz sözlə və dırnaq arasında yazırıqsa, bu string gedir də, düzdür? Bəli, sətir tipindədir. Sətir tipindədir zaten. Sözlərdən söhbət gedir. Zaten sətir tipi, sətirin ingiliscə mənası stringdir. String sözündən götürülüb, ingiliscə mənasından gəlir. O demək ki, sətir tiplidir. Sətir tiplər ancaq söz olaraq yazılır. Məsələn, müsbət ədəddir sözü bir sözdür. Ona görə sətir tipində təyin olunur. Və burada da yazdığımız nə varsa printin tərkibində, onu ekranda mənimsədəcək. Mən müsbət ədəddir sözü yazanda ekrana sadəcə müsbət ədəddir yazı çıxmış olacaq. İndi run etsək, əlbəttə ki, ekranda müsbət ədəddir çıxacaq. Çünki A-ya 5 mənimsətmişəm. Amma A-ya mən mənfi bir qiymət təyin etsəm, misal üçün mənfi 7. Bu zaman gəlib yoxlayır. Mənfi 7 böyükdürmü 0-dan? Xeyr, böyük deyil. Ona görə ekranda heç nə verməməlidir. Baxırıq, həqiqətən də heç nə ekranda verilmir. Bu şəkildə boş qalır. Çünki print sadəcə harda işləyir? If-in şərt gövdəsində işləyir. If-in şərt gövdəsinə müraciət gəlmədiyi halda başqa bir print də yoxdur. Ona görə heç nə çapa getməyəcək. Belə də etmək olardı. Sizə əvvəl dediyim məsələ buydu. Misal üçün biz ədədi götürək float tipində, yəni kəsr ədəd də daxil edə bilək bura. Heç bir problem olmasın. İstəsək kəsr ədədi də rahatlıqla təyin edə bilək. Yazarıq float, sonra nə yazmaq olar? Input. Integer input. Float yazmışıq artıq, integer yazmağa ehtiyac yoxdur. Tiplər var. Float, integer, string. Bu tiplərdən sadəcə birini seçmək hüququmuz var bir ədəd üçün. Float təyin etmişik. Sonra input. Bəli, input. Input'u yazanda necə yazıram? Input, sonra rəqəmdə. Mötərizə. Mötərizəni təyin etmək lazımdır. İstəsəz bunun daxilinə, bu mötərizənin içərisinə, input mötərizəsinin içərisinə söz də əlavə edə bilərsiniz. Ancaq bunu da yenə sətir tipində təyin etmək lazımdır. Yazarsınız ki, ədədə daxil edin, misal üçün. Baxın, proqramın bu hissələri, sətirlərin içərisini belə dəyişmək. Burada printin içərisinə printin daxilində olan sətrin sözlərini dəyişmək və ya inputun daxilindəki sözləri dəyişmək. Bu dəyişənlər A dəyişəni, B dəyişəni, bunları istədiyiniz kimi öz istəyinizə uyğunlaşdıra bilərsiniz. Yəni, bunlar mütləq deyil ki, həmişə belə yazasınız. İstədiyiniz formada sözlərini dəyişə bilərsiniz. A deməyək. Adi rəqəm yaza bilərəm. Tamam, mən input adi rəqəm inputdan sonra 5 rəqəmini yaza bilərəm. Sətir tipində yazsa, siz 5 yazsınız, onda ekrana belə çıxacaq, baxın. Sətir tipində yazmalısınız. Yazanda ekranda 5 olaraq əks olunacaq, belə bir söz. Yəni, burada biz nə yazmışıqsa, input odur ki, istifadəsinin daxil edəcəyi ədəd üçün və ya istifadəsinin daxil edəcəyi verilən üçün bizə bir informasiya çıxardı bizə. Budur ki, biz müsbət ədəddir bura yazanda istifadəsi bilir ki, bu komanda nə üçün istifadə olunur? Artıq başa düşür ki, bu ədədi nə üçün təyin edirəm? Demək ki, mən bu ədədi təyin etməliyəm müsbət ədəddir yazısına görə. İstifadəçinin işini asanlaşdırır bu.
qarşısına çıxır ki, müsbət ədəddir, yaz. Həmin inputun daxilində yazdığımız bu hissədir. Olacaq müsbət ədəddir. İstifadəçi özündən daxil etsin. Misal üçün, -8 daxil edir. Enteri basır. -8 mənfi olduğuna görə müsbət ədəddir yazısı ekranda çıxmayacaq. Belə bir boş yer qalacaq. Run edək yenidən. Çıxaq burada. Necə? Yaxşı, baxaq. Misal üçün 4 da... -8-i siz özünüz əlavə etmişdiniz, düzdür? Bəli, burada terminal pəncərəsində indi 4 əlavə edirəm. Bayaq -8 əlavə etdim, indi 4 ilə əvəzlədim bunu. Onu run edəndə yoxa çıxdı da, düzdür? Yoxa çıxmır. Yəni ki, proqram artıq görürsünüz axı, baxın. Yenidən run edək. Deyək ki, -8 təyin edirəm bura. Run edirəm. Heç nə çıxmır ekrana. Ona görə heç nə çıxmır ki, burada print sadəcə bir dənədir. İkinci bir print yoxdur. Nə qədər print varsa, komanda, proqram o qədər də ekrana veriləni çıxarda bilir. Bir dənə print olduğuna görə bir dənə sətir üzrə nəsə bir ötürdüyümüz dəyişənin qiyməti çapa verə bilər. Ancaq burada tək bir print var və bu da if-in daxilindədir. Biz -8 təyin etmişik. -8 mənfidir axı. Gəlib yoxlayır. A böyüksə 0-dan bunu çalışdır. A sıfırdan böyük deyilsə bunu çalışdırma. Bu da böyük sıfırdan deyil, mənfi olduğuna görə bunu çalışdırmır. Başqa bir print də yoxdur ki, ona uyğun bir söz əlavə etsin. Əgər əlavə etsək, bir dənə else şərti əlavə edərəm bura. Deyərəm ki, print müsbət ədəd deyil. Misal üçün, əgər ədəd müsbət olmasa, o zaman müsbət ədəd deyil yazısını ekrana çap edəcək. Hətta burada sözü biraz düzəldək. S qoyaq. Run edək. Müsbət ədəddir. Bir dəqiqə. Buna görə çıxdı. Müsbət ədəd daxil edin. Yazmaq lazımdır. Müsbət ədəd daxil edin. Ədəd daxil edin. İndi run edək. Müsbət ədəd daxil edin yazısı ekrana çıxdı. Misal üçün, mən -8 yazanda, bu dəfə enteri basanda müsbət ədəd deyil yazısı ilə qarşılaşıram. Çünki -8 gəlib yoxlayır. Burada. Birinci qarşısına çıxan if-də yoxlayır. -8 böyükdürmü 0-dan? Xeyr, 0-dan böyük deyil. Çünki mənfidir. Ona görə bu print if-in şərt gövdəsinə daxil olmur və bura avtomatik olaraq dayanır. Bunlar silinir hamısı. Bunlara baxmır. Keçir hara? Else varsa elseyə, elif varsa elifə. Burada elif yoxdur, birbaşa elsedir. Else də bilir ki, əks halda mənasını verir. O zaman əks hala düşür və print müsbət ədəd deyil yazısını ekranda çapa verir. Sualınız var? Yoxdur. Keçək onda növbətiyə. Yaşın yoxlaması var burada. Nə istəyir bizdən? İstifadəçinin yaşını daxil edin. Demək, biz istifadəçi ilə bir yaş təyin edəcəyik. Yenə input tipində yaza bilərik bunu. Və yaşdırsa, sizcə tam ədədlərdən istifadə edərik, yoxsa kəsr ədədlərdən? Tam. Bəli, tamamilə doğru. Natural ədəd təyin etməliyik. Ona görə hansı tiplə gedərik? Tamsa integer. Bəli, integer tipində yazmalıyıq. Əgər 18 və yuxarıdırsa, demək əgərdən söhbət gedirsə, burada nə var? If var. If var, şərtlər var. 18 və yuxarıdırsa, 18 yaşdadırsa və ya 18 yaşdan yuxarıdırsa, baxın, həm 18 yaşa bərabər olsun, həm də 18 yaşdan yuxarı olsun. Bu zaman ekranda siz böyüksünüz. Əks halda isə siz hələ uşaqsınız deyə yazı çap olunsun. Gəlib burada, indi təyin edək bunu. Gəlin ingilis dili dəyişənlərdən istifadə edək. Məsəl üçün, yaşı age olaraq götürək. Sonra... İstifadə edə bilərəm. Mən elə bilirdim, hamısına AB yazırım. Yox, istifadə edə bilərsiniz hamısına. Bu dəyişəndir. Dəyişən adı üstündə, dəyişən. Yəni, dəyişdirə bilərsiniz, adını özəlləşdirə bilərsiniz. İstədiyiniz qiyməti mənimsədə bilərsiniz. Dəyişən ona görə deyilir.
Age bərabərdir. Nə yazmaq olar? 18. Yox, tələsməyin. Gəlin input tipi ilə gedək. Özümüzün nəyə əlavə edirik də? Tutalım 28 olsun. Hə, özümüz əlavə edək. Onda 28. Sonra nə etmək olar? Sonra if yazırıq. Bəli, if əgər əzbərləməyin. Yəni məntiqi olaraq düşünün elə mahiyyəti ilə. Aha. Sonra age Bəli. age Deyir ki, baxın şərti oxuyun. Əgər 18 və kiçik yuxarıdırsa, bərabərdir, yoxsa böyük bərabərdən qarşıdırır? 18 və yuxarıdırsa, onda 18 böyük bərabərdir. Böyük. Kiçik bərabərdir. böyük bərabərdir. 18 və yuxarıdırsa. Hə, böyük bərabərdir. Bəli, yaş tərəf axı sol tərəfə düşür. Bizim daxil etdiyimiz ədəd. Hə. Bunu sağla müqayisə etməliyik. Böyük bərabərdir necə yazaram burada? Və birinci işarə adını bilmirəm. Böyükdür işarəsi, tamam. Sonra Böyük işarəsi və bərabərdir. bərabərdir sağ tərəfə, Sağ düzdür? tərəfdə bərabər. Bəli. Böyük bərabərdir. Nə ilə müqayisə edirik? Sıfırla. Yox. Neçə yaşla müqayisə edirdik? 18 yaşına. 18 yaşla və 2 nöqtə. Sonra düşdük bura. Ekranda nə çap olunsun? Siz böyüksünüz çap olunsun. Print dırnaqlarla siz böyüksünüz. İndi əgər yaşı 18-dən kiçik olsa necə yazmaq olar? Ardın davam edək. Yes. Else Nöqtə. 2 nöqtə, bəli. Print. Sonra Hə. nə deyir? Siz hələ uşaqsınız desin. Yazır. Uşaqsınız. Bu şəkildə. Gəlin run edək. 28 yaşdadırsa, onda siz böyüksünüz. Yazısı ekranda əks olunacaq. Amma mən istəyirəm ki, burada stabil bir qiymət verməyim. Yəni proqram statik qalsın. Daha doğrusu dinamik qalsın, dəyişməsin. Və mən terminalda sadəcə dəyişiklik edə bilim. Terminalda istənilən yaşı özüm təyin edə bilim. Əvvəlki proqram kimi. Onda burada nə dəyişiklik apara bilərəm? Kəsrlə. Yox. Yəni ki, age qarşıma çıxsın həmişə, yaşı daxil edin, ekranda yazılsın burada, qara terminalda. Və mən yaşı burada daxil edim, enterə basanda artıq mənim daxil etdiyim yaşa doğru burada ya if hissəsi çalışsın, ya da else hissəsi çalışsın. Nəyi dəyişiklik etməliyəm? Rəqəmlərin birini artırmalısınız da. Yox, input. Düzdür? Hə, Inputdan istifadə edirəm ki, bu terminalda qarşıma çıxsın. Dedik, nə tipdə yaza bilərik? Hansı tipdə? Əgər yaşdan söhbət gedirsə. Gözlərlə. Yox, yaşdan. Tipi yazmalıyıq indi. Inputdan qabaq integer, float, string. Da təyin edək. Integer, bəli. Integer. Sonra input. Sonra nə yazmalıyam? Söz nə ifadə edir yoxsa? Mötərizələri açaq. Həmin mötərizəni açırıq və içində nəsə yazırıq, onu bilmirəm. İstədiyimiz nəsə yaza bilərsiniz. İstədiyiniz nə olur olsun. Nə yazaq məsəl üçün? Yaşı daxil edin deyək. Yaşı daxil edin. Daha sadə. Onun fərqi yoxdur, yəni orada istədiyiniz sözü yaza bilərsiniz. Yaş bərabərdir yazın. Nə ürəyiniz istəyir? Problem deyil. 20 dırnaq arasında 28. Dırnaq arasında 28 yazsam nə olacaq ki? Heç nə. Yaşı daxil edin, yox, dırnaq arasında. Fərq etmir, yaza bilərsiniz. Sadəcə proqramın oxunaqlığı üçün artıq bunu yazmışıqsa, daha oxunaqlı olsun deyə elə yazmışıq. Məsəl üçün yazacaq bura, belə yazın. Siz əgər belə fikirləşin, 18 yaşdan yuxarıları istəyirsinizsə, 18 yaşdan yuxarıları. Məsələn, 18 yaşdan 100 yaş arasında insanları istəyirsinizsə, onları yoxlamaq istəyirsinizsə, belə də yaza bilərsiniz. Yaşı daxil edin, mötərizənin içərisində. Misal üçün yazdım özümdən. 18-100. Yaş arası, belə yazayım. Yaş arası.
Yəni bunları hər hansısa bir məqsəd üçün seçim aparırıq. 18-100 yaş arası insanları. O zaman bunun kimi də bir söz yazıram. Banan edəndə ekrana eyni yazdığımız hissə çıxacaq. Yaşı daxil edin, 18-100 arası. Misal üçün, mən burada yenə 9 yaş təyin etsəm, enterləsəm, siz hələ uşaqsınız. Yazısı ekrana çıxacaq. Yenidən run edib. Gəldi yazımız. Bu dəfə 54 yaşında bir şəxsi daxil edirik. Enteri basırıq və siz böyüksünüz yazısı ekranda əks olunacaq. Bunun fərqi yoxdur. İstədiyiniz bir sözü yaza bilərsiniz. Bu sizin üçün heç bir problem deyil. Yəni burada nə yazsaz, bu mötərizə daxilində, mötərizənin dırnaqları içərisində. Nə qeyd etsəz, terminal pəncərəsində onunla qarşılaşacaqsınız. O sizin gedişatınızda bir problem yaratmır. Eyni zamanda da printi göstərir də, hər ikisini göstərir. Print deyil o, belə deyək. Input komandası istifadəsinin daxil edəcəyi məlumatı yazı olaraq göstərir ki, yəni sən bunu daxil etməlisən. Məsəl üçün, böyük proqramlarda istifadə olunur. Sən bunu daxil etməlisən. Niyə yazmalısan? Bu terminal pəncərəsi sənin qarşına niyə açıldı? O olmalıdır. Yaşı daxil etmək üçündür bu terminal pəncərəsi. Mən artıq bura baxanda bilirəm ki, bura mən yaş daxil etməliyəm, ona uyğun daxil edirəm. Yəni bizə kömək olur, istifadəçiyə kömək olur sadəcə olaraq. Başqa bir belə böyük bir funksiyası yoxdur. Buradakı sözlərin. Keçək növbəti suala onda. Ədədlərin müqayisəsi var. Sual 3. Deyir, 2 dənə ədəd alın. Yəni 2 dənə ədəd alın deyirsə, istifadəçi 2 dənə ədəd daxil edəcək. Hansı böyükdürsə onu ekranda göstərsin. Demək, 2 dənə ədəd alıramsa mən nə etməliyəm sizcə? Deyək ki, bir dənə ədəd alıram 6 ədədi, bir dənə ədəd alıram 60 ədədi, birini də alıram 70 ədədi. Bunları nə etməliyəm? Böyüyü tapım. Müqayisə etməliyəm. Bəli, müqayisə edərəm. Hansı böyükdürsə də ekranda onu göstərsin. Onda nə etmək olar? Demək, ədədləri daxil edək. Misal üçün, ədəd alt xətt 1 şəkildə yazıram. Ədəd alt xətt 1 bərabərdir. Birinci ədəd Niyə yazdıq ki? Yəni birinci ədəd. Sonra ədəd alt xətt 2 yazacağam, ikinci ədəd. O alt xətt yazmasam, ədəd bitişik 1 yazsam nə olacaq? Olar, o da olar. Problem deyil. Səliqəli alınsın deyə belə yazdım. Belə də yazmaq olar. Onun problemi yoxdur. Tək ki, boşluq qoyun. Baxın, boşluq qoyan kimi avtomatik 1-in qiyməti görürsünüz ki, dəyişdi. Necə dəyişdik yardım? Baxın, bir mavi rəng aldı. Yəni ki, biz bunu bu halda versək, bu dəyişəndə sintaksis error verəcək bizə. Biz keçən dərs danışmışdıq. Dəyişənlər arasında boşluq olmaz, rəqəmlə başlamaz, simvollarla başlamaz. Yəni, sual vermək istəyirəm. Məsələn, bir ədəd yaza bilmərəm artıq. Bəli, bir ədəd başlanğıcda birdən istifadə edə bilmərik. Biz bir ədəd yazsaq, bu şəkildə, burada da yenə problem olacaq bizdə. Daxil edəndə, misal üçün, integer input yoxlayaq sizin üçün. Ədəd bərabərdir. Run etsək, görür ki, bizə bir ədədə görə error verdi. Sintaksis error verdi. Bu şəkildə. Onda dəyişmək lazımdır bunu. Nə etməliyik? Yazaq. Ədəd alt xətt 1, məsəl üçün yazdım. Ədəd alt xətt 1 bərabərdir. Ədədimizi tam ədəd ola bilər və ya kəsr ədəd ola bilər, fərqi yoxdur əslində. İstəyək kəsr ədəd yazaq. Kəsr ədəddirsə hansı tipdə təyin edək? Bəli, float olaraq təyin edirik. Sonra input, düzdürmü? Səhv yazanda mənə deyin, birinci ədəd. Birinci ədəd daha qısa olsun. Inputdan sonra gələn hissəni özüm istədiyim kimi yaza bilirəm. Bəli, özünüz istədiyiniz kimi bu mötərizənin içərisini yaza bilərsiniz. İstəyirsiniz, heç yazmayın, boş buraxın mötərizənin için. Sadəcə olaraq fərq bu olacaq. Run edəndə görürsünüz ki, yanıb sönür.
tekst göstəricisi yanıb sönür. Yəni burada yenə bu çalışır. Mən buraya da daxil edə bilərəm, problem deyil. Sadəcə olaraq bu dəfə nə daxil edirəm, ona aid bir dənə hissə mənə şərh göstərmir. Qeyd göstərmir ki, bax bunu daxil edirsən. O göstərir. Bu kimi fərqi var. Başqa bir funksiyası dediyim kimi rol oynamır. Burada stoplayaq sonra keçək proqrama. Bizim işimiz rahat olsun deyə ədəd 1 təyin edirik bura. Belə. Sonra ikinci ədədi daxil edək. Ədəd alt xətt 2 kimi. Yenə float tipində olsun. Və input. Bu da olsun ədəd 2 kimi. Artıq bir daha bunu qarışdırmayın. Bu mötərizənin daxilində mən istəsəm rəqəmlə də başlaya bilərəm, istəsəm boşluq da qoya bilərəm arasında. Problem yoxdur. Sadəcə dəyişənlər üçün keçərlidir bu qayda. Sonra bunlara təyin etdik. Sonra nə etməliyik? Birinci və ikinci ədədimizi daxil etdik. If, bəli. Müqayisə edək. Bəli, deyil. Ədəd 1, sonra nə demişdik? Böyükdür. Ədəd 2-dən. Sonra 2 nöqtə, düzdür? 2 nöqtə. İki nöqtəni təyin edək, sonra düşürük şəra bura. Əgər ədəd 1, ədəd 2-dən böyüksə ekranda çap edək ki, misal üçün böyük ədəd budur. Elə bir yazı əks olunsun. İstədiyimiz kimi yaza bilərik. Print yazaq. Baxın, indi burada sizə böyük ədədi yazırıq. Bəli, böyük ədəd 1 əgər ədəd 2-dən böyükdürsə, deyir əgər ədəd 1 böyükdürsə, ədəd 2, onda bu hissə çalışacaq. If-in bu gövdəsi çalışacaq. Baxın bura. Burada nə yazsam artıq onlar daxil olacaq. Mən indi sizə bunu öyrədim. İstəsəz belə yaza bilərsiniz. Print yazın. Yazarsınız ki, ən böyük ədəd, misal üçün, ən böyük ədəd şəklində. 2 nöqtəni qoyun, keçək bura, bir dənə vergül qoyaq. Vergül qoyursunuz ki, bu qeydlə həmin dəyişən arasında bir körpü yaradır, belə deyək. Həm də onu qoymasa sintaksi error alacağıq biz. Errorla qarşılaşmış olacağıq. Ən böyük ədəd yazdım, vergül qoyuram. İndi ən böyük ədəd nə idi? Ədəd 1 idi, düzdür? Çünki ədəd 1 yoxlamışıq böyük olaraq burada. Ədəd 1 ədəd 2-dən böyükdür. Ədəd 1 ədəd 2-dən böyüksə, deyək ədəd 1-ə daxil edirik 60. Ədəd 2-ni daxil edirik 50. Gəlib yoxlayırıq. 50 böyükdürmü 60-dan? 50 böyükdürsə 60, daha doğrusu 60 böyükdürmü 50-dən? 60 böyükdürsə 50-dən print çapa ver nəyi? Ən böyük ədəd yazsın yaz və vergül qoyaq ki, ən böyük ədəd hansıdır? Olsun ədəd 1. Yəni ədəd 1-i, yəni 60 qiymətini bizim üçün ekranda göstərsin. Və burada yazmasam, mən ədəd 1-i yazmasam, misal üçün olmayacaq. Ədəd 1-i yazmasa ən böyük ədəd olaraq ekranda göstərəcək. Sadəcə bunu göstərəcək. Amma deməyəcək bizə hansı ədəd böyük idi. Onu bizdə göstərməyəcək. Baxın. Run edək. Ədəd 1. Misal üçün 45 daxil etdim, ədəd 1. Enter edirəm. İndi ədəd 2-ni istəyir. 50 biraz kiçik bir qiymət götürək. 14 götürüm. Ən böyük ədəd gördüyümüz kimi sadəcə bu yazını göstərdi. Amma hansı ədəddir? 45 ədədini göstərmədi mənə. Mən həmin o 45 ədədini böyük ədəd olaraq bilməyim üçün bunun üçün nə etməliyəm? Burada yazıram vergül. Ədəd alt xətt 1 şəklində qeyd edərəm. Və run edəndə bu dəfə nə olacaq?
Ədəd 1 təyin edək. Misal üçün 67 təyin edirəm. Ədəd 2 run edirəm. Bir dəqiqə. Tam run etmədik. Ədəd 1 təyin edirəm. 60. Ədəd 2 təyin edirəm. Misal üçün 43. Run edəndə fikir verin. Ən böyük ədəd 60.0. Artıq böyük ədəd olan 60-ı da mənim üçün ekranda göstərmiş oldu. Sadəcə bir dənə söz olmadı. Həm də ədədin özü də təyin olundu. Budur fərqimiz. Sonra belə də yazma bilərsiniz. Bu yazdıq üsulda doğrudur. Belə də təyin edə bilərsiniz. İstəsəniz birbaşa ədəd 1-i də ekranda göstərə bilərsiniz. Heç nə yazmarsınız. Yazarsınız ədəd 1 dəyişəni. Ədəd 1 dəyişəni yazdığınız halda ekranda nəsə yazmağınıza artıq ehtiyac yoxdur. Gedib run edəndə, run edək. Ədəd 1 olsun, misal üçün 100, ədəd 2 olsun 10. 100 ədədindən 10 ədədini müqayisə edirik. Ən böyük ədəd yazısı olmayacaq, sadəcə 100.0 ekranda göstərəcək. Çünki sadəcə böyük ədədi biz təyin etmişdik. Sonra belə də etmək olar. Məsələn, müxtəlif üsullar əslində təyin etmək olar bura. F stringləmədən də istifadə etmək olar. F stringləmə üsulu da var. F sətirləmə haqqında danışmışdıq keçən dərs. F sətirləmə necə yazılır? Deməli, F yazarıq. Sonra dırnaqlardan istifadə edirik. Dırnaqların içərisində misal üçün yazıram ki, verilmiş ən böyük ədəd, ya da qısa da yazaq. Ən böyük ədəd, ən böyük ədəd. İndi bəzəkli mötərizə təyin edirəm bura. Bəzəkli mötərizələr, baxın bunlardır. Bəzəkli mötərizənin içərisində ən böyük ədəd deyim ki, 45-dir. Belə bir yazı əks etdirim. Fikirləşin ki, ədəd 1 45 təyin etmişəm. Ədəd 2-ni də 15 təyin etmişəm. Və ekranda gəlib yoxlayıram bunları. 45 böyükdürmü 15-dən? Bəli, olur. Ona görə də ekranda əks olunacaq ki, ən böyük ədəd 45-dir. Amma bayaq bizim yazdığımız F-string olmadan yazdığımız printlərdə fikir verdinizsə, sadəcə belə yazılırdı. Ən böyük ədəd 2 nöqtə filan bu ədəd. Amma heç birində yazılmır ki, ən böyük ədəd 45-dir. Daha belə cana yaxın, belə deyək, loru dildə bir yazı ekranda əks etdirəndə F sətirləmə bizə kömək olur. Daha yaxın olur. Yəni bizim F sətirləmə dəyişənlə sətiri artıq birləşdirir. Fikir verdiysə, bayaq bu dəyişən nədirsə, yəni ədəd 1-i sadəcə dırnaqların çölündə yazırdıq. Vergül ədəd 1. Düzdürmü? Burada yazmırdıq. Sadəcə çöldə yazırdıq. Dırnaqların xaricində yazırdıq. Amma F sətirləmə sayəsində biz dəyişəni artıq dırnaqların içərisində yazmaq olur. Dırnaqların içərisində yazırıq ədəd 1. Misal üçün, ən böyük ədəd 45-dir. Vergül-dir şəklində yazı ekranda əks olunsun. Gəlin indi run edək. Ədəd 1 olsun neçə? 45. Ədəd 2 olsun 10. Misal üçün, run edək. Ən böyük ədəd 45-dir. 45.0-dır. Ona görə yazır ki, float tipində hesablama aparır. Tam hissəni də 0 olaraq təyin edəcək. Ən böyük ədəd 45-dir deyə ekranda da əks olundu. Əlavə yollar da əslində burada təyin etmək olar. Başqa yollar. İndi gəlin hələ ki davam edək. Demək, bayaq getdiyimiz üsulla gedək. Ən böyük ədəd, 2 nöqtə, boşluq buraxdım, vergül, ədəd, alt xətt 1, boşluq. İndi, deyək ki, ən böyük ədəd 1 deyil, ədəd 2-dir. O zaman nə etmək lazımdır? Proqrama, bəli, else düzdür.
LCD nəyə təyin edirəm bu dəfə? Necə? Əks halda Bilmədim mən. əks halda print, düzdürmü? Çap eləsin ekranda. Əgər ədəd 1 ədəd 2-dən böyük deyilsə, ədəd 1 ədəd 2-dən böyük deyilsə, Ən kiçik ədəd. o zaman ən böyük ədəd nə olacaq? Ədəd 2 olacaq, düzdürmü? Bu böyük deyilsə, digəri böyük olacaq, düzdürmü? Elədir? Əgər bu böyük deyilsə, digəri böyük olmuş olacaq. Onda yenə yazaraq ən böyük versin deyə ekranda. Vergül hansı ədəd olsun ən böyük ədəd? Ədəd 1 böyüksə ədəd 2 bu istifadə olunacaq və deyəcək ən böyük ədəd 1-dir. Ancaq ədəd 2 böyüksə, ən böyük ədəd də nə verməlidir bizə? Dəyişən olaraq. Bura nə yazmalıyıq? Ədəd 1-mi? Ədəd 1-mi, ədəd 2-mi? Ədəd 2 olacaq. Ədəd 2. Ədəd 2 olmuş olacaq. Gəlin run edək. Deyək. Ədəd 1. Ədəd 1 təyin edirik. 78. Məsələn 78, o birisi deyək 225. Misal üçün. Run edək. Ən böyük ədəd 225. Bu şəkildə təyin olunur. Bu şəkildə. Əlavə olaraq baxın, belə də eləmək olar. Yəni proqramlar elədir ki, istədiyiniz üsulda təyin edə bilərsiniz, onun problemi yoxdur. Məsələn, ən böyük ədəd adlı bir dənə dəyişən yazaram bura. Ən alt xətt böyük alt xətt ədəd bərabərdir. Deməli, davam edək. Hər şey, səsimiz, görüntümüz tamam. Belə də etmək olar. Baxın, əslində proqramlaşdırma elədir ki, siz istədiyiniz üsulda özəlləşdirə bilərsiniz. Tək ki, qaydalara riayət etməklə. Bu da bir bazar kimi düşünün bunu. Bunu da bir belə düşünün, daha sadə dildə desək. Bir ailə mühiti kimi düşünün. Orada ailənin qaydalarına riayət etdikdən sonra istədiyiniz özəlləşdirmələri apara bilərsiniz. İstədiyiniz bəzi qanunları, hökmləri qoya bilərsiniz, misal üçün. Proqramlaşdırma da elədir. Buradakı qaydaları bildiyiniz halda tək ki, həmin qaydalara riayət edəsiniz. O qaydalar çərçivəsində hərəkət edəsiniz. Digər özəlləşdirmələri məntiq çərçivəsində aparmaq mümkündür. Deyək, ədəd 1 ədəd 2-dən böyüksə, ən böyük ədəd adlı bir dənə dəyişən yaradıram və ədəd 1 ədəd 2-dən böyükdürsə, ədəd 1-in qiymətini mən mənimsədirəm ən böyük ədədə. Yəni artıq ədəd 1-ə mən neçə vermişəmsə, bunun qiymətini təyin edirəm ən böyük ədəd dəyişəninə. Bura mənimsədirəm. Əks halda isə yenə ən böyük ədəd adlı bir dəyişən yaradıram. Bu zaman isə nəyi mənimsədirəm ən böyük ədədə? Ədəd 2-ni. Ədəd 2-ni, bəli. Yəni ədəd 2-nin qiyməti keçir olur ən böyük ədəd olaraq. Və ümumi bir dənə print yazaram bura. Print nə yazaram? Ekranda çap etsin.
Ən böyük ədədi. Çox. Bəli, ən böyük ədədi ekranda çap etsin. Bunun digərlərindən fərqi nə oldu? Siz izah edin. Float yoxsa nəyin? Yox, digər yazdığımız proqramlardan fərqi nə oldu bunun? Digər dediyimiz, yəni bu proqramın başqa versiyalarını yazdıq. Burada print yazırdıq, if-dən sonra print yazırdıq, else-dən sonra. Bilmədim. Yəni əslində fərqi oldu ki, biz dəfələrcə print yazmaq yerinə mənimsətmədən istifadə etdik. Böyük qiyməti ən böyük ədəd adlı dəyişənə mənimsətdik və sonra birbaşa ən böyük ədəd adlı dəyişəni ekranda çapa verdik. Buradakı əslində fərq budur. Run etsək, ədəd 1 təyin edirəm 100, yenə eyni üsulda işləyəcək, problemi yoxdur. Ədəd 2 də təyin edirəm, neçə daxil edək? 100-dən kiçik olsun, 80. 80 olsun, məsələn, olsun. Yazdı, hə. İndi enter basanda 100.0 float tipində olduğuna görə də o tam hissə yazılmalıdır, 0 olsa belə. 100-ü bizim üçün ekranda çapa verdi. Burada bu arada printi də yazana diqqət edin. Görürsünüz ki, printi mən yeni sətirdə yazmışam. Baxın, burada printimiz if, else və print eyni abzas üzrə yazılıb. Fikir verirsiniz? Mən bunu ya bir iterasiya belə digər tərəfə çevirməyib yazmamışam. Hamısı yerində. Əgər bunu gətirib burada yazsaydım, artıq bu print ümumi proqrama şamil olunmazdı. Sadəcə else-yə aid olardı. Görürsünüz, else-nin, baxın, else-nin düz fikir verin həmin hissələrə. Gəlin xətlərlə də birləşdirim. Baxın, else-nin şərt gövdəsində olacaq artıq bu şəkildə. Mən else-ni yerinə yetirdiyim halda print çalışacaq. Sadəcə else-ni yerinə yetirdiyim halda print çalışacaq. Əksi halda print çalışmayacaq. Bunlara da fikir vermək lazımdır proqramı yazanda. Bu şəkildə. Başa düşdük bunu? Bəli. Keçək növbətiyə. Cüt və ya tək daxil edilən ədədin cüt və ya tək olduğunu müəyyən edin. Bu da elə eyni tiplərdəndir. Necə yazarıq? Bir dənə ədəd daxil edirik. Həmin ədəd cütdürsə ekrana cüt yazılsın, təkdirsə tək yazılsın. Siz deyin, mən yazım. Yox. A bərabərdir, float. Yox. Olar, float da olar. Ədəd istəsək kəsir tipində ədəd də yaza bilərik. Float. Sonra Mötərizə açırıq, input. Bəli. Tək ədəd. Tək ədəd yazmayaq, belə saxlayaq istəyirsinizsə. Tək ədəd. Nə yazaq daxilində? Nə yazsaq, yəni ekranda o göstəriləcək. Tək ədəd yazmayaq. Yazaq ki, ədəd daxil edin, daha yaxşı olsun. Çünki birbaşa tək ədəd olmasın axı. İstifadəsi tək də daxil edə bilər, cüt də daxil edə bilər. Ədəd daxil edin. Ədəd daxil edin və ya ədəd 2 nöqtə, fərqi yoxdur. Necə istəyirsinizsə. Sonra nə etmək olar? Cüt və tək olmasını müəyyənləşdirmək lazımdır A ədədini. Yenə if-lə şərt var da. Bəli. If. Bunun sonra nə edirik? Misal üçün, birinci yoxlayaq ki, ədəd cütdür. Çünki ədədlər iki formaya bölünür də. Cüt ədədlər, bir də tək ədədlər. Cütdürsə, cüt ədəd olacaq. Cütdürsə, cüt ədəd olacaq. Cüt deyilsə, tək ədəd olacaq. Deməli, cüt deyilsə, tək ədəd olmalıdır. İstədiyimiz birini təyin edə bilərik. Misal üçün, biz yoxlayaq. Əgər ədəd cütdürsə, 2 nöqtə, print ekranda cüt təyin et. Əks halda isə təki təyin et. İndi necə yazaq? Sizcə? Cüt ədədlər neçəyə bölünür? 2-yə. Bəli, 2-yə bölünür. 2-yə bölünəndə nə olur? 2-yə bölündüyü halda. Necə ki, nə olur? Tam bölünür, necə? Tam bölünür, bəli. Yəni, qalıq qalmır. Düzdürmü? Və biz dərsin əvvəlində həmin əməliyyatlardan danışanda dedik ki, bölmə əməliyyatları haqqında məlumat verdim sizə.
Dedim bölmələr vardı. Bəziləri tam bölünürdü, bəziləri qalıqlı bölünmək üçün idi. İndi biz qalıqlı bölmək üçün nə yaza bilərik? Öncəliklə A-nı yazaq bura. 2 slash olmalıydı. 2 slash yazdığımız halda qiymət tam bölünəcək. Yəni tam hissəsini götürəcək. Biz qalığını təyin edək. Deyək Onda ki, faizlə. necə? Faiz. Bəli, faizlə. A Faizlə. faiz, bəli. Yaza bilərik A faiz bölünsün 2-yə. İndi burada bərabərdir. Nəyə yazmalıyam? 0, düzdürmü? Yəni A ədədini 2-yə böləndə qalıqda 0 qalır. O deməkdir. Bərabərdir neçə dənə yazmaq lazımdır? If-də. If əgər şərtdə istifadə olunursa. Mən bunu başa düşə bilmədim. Yəni 2-yə bölüm, niyə 2-yə bölürəm? Cüt tək olduğu Misal üçün baxın. 14 ədədi təyin etmişik, daxil etmişik. 14-ü 2-yə böləndə qalıqda neçə qalır? 0-dır, düzdürmü? Tam 7 qalır. Qalıq isə 0 qalır. Qalıq qalmır. Və mən də burada təyin edirəm. A ədədi daxil edib istifadəsi. Əgər A ədədini 2-yə böləndə qalıq 0 qalırsa, bərabərcə 0. Deməli bu cüt ədəddir. Onda ekranda çap elə ki, bu cüt ədəddir. Buna görə proqram başa düşsün ki, if nə üçün istifadə olunur? A-nı böləndə 2-yə, qalıqlı 2-yə böləndə bərabərdirsə 0-a, deməli bu cütdür, düzdürmü? Burada 2 dənə bərabər yazdınız. 2 dənə, bəli, if-də, elif-də şərt daxilinə, baxın, şərt daxili buradır. Burada yox, gövdə daxilini demirəm. Gövdəsində bir dənə bərabər yazacaqsınız, əgər əməliyyat aparırsınızsa. Amma if-in şərtinin, yəni if-in düz sağında belə deyək, eyni sətir üzrə yazılırsa bərabərdir, 2 dənə yazılmalıdır. Qoşa bərabərdir, istifadə olunur. A-nı 2-yə böləndə, ədədi 2-yə böləndə qalıqda 0 qalırsa bu deməkdir. A bölünsün qalıqlı 2 bərabərcə 0. Bu zaman ekranda nə çap olunsun? Cüt ədəddir. Bəli, cüt ədəddir, yazmaq olar. Cüt ədəddir. Növbəti halda dedik ki, 2 dənə ehtimal var. Ya cütdür, ya təkdir. Nə yazmaq olar? Proqramın davamı. Else, bəli. Else, print. Qabağına davam eləmək olmazsa else düşmək lazımdır, düzdür? Elə də düşmək lazımdır. Çünki deyir əks halda. Əks halda yaxı nə yazmaq olar qarşısında? Əks halda A bərabərdir 5 belə olmur. Elifdə olur bir dənə. Elifdə yazıla bilər ki, elif A misal üçün böyükdür 5 və ya A kiçikdir 5. Müxtəlif bir şərt. Elif hansı halda idi? Elif deyək ki, if-də şərtimiz ödənmir. Şərtlərimiz çoxdur. Biz keçirik elifə. Bu dəfə yoxlayırıq elifi şərtin. Elif də ödənmirsə, keçirik bu dəfə də else, əks haldaya. Anladım. Əlbəttə ki, onun artırmaq olar. Misal üçün bizdə elə bir seçim olar ki, 7 dəfə seçim eləməliyik. Misal üçün bir dənə qiymət götürmüşük. Bunu 7 dənə hal üçün yoxlamalıyıq. Bu bundan böyükdürmü, bundan kiçikdirmi, buna bərabərdirmi və ya bu ədədin kvadratıdırmı? Bu 7 dənə halı yoxlayırıq. Bunun üçün bir dəfə əvvəldə if-dən yoxlamaq olar. If. Demək olar ki, əgər budurmu? Bu deyilsə keçib ikinci dəfə elif yazırsan. Üçüncü dəfə eliflə yoxlamaq olar. Dördüncü dəfə yenə eliflə. 5 yenə elif, 6 yenə elif. 7 də əgər başqa bir ehtimalı yoxdursa, else yazmaq olar. Else ki, əks halda budur. Amma başqa bir ehtimalları varsa, o zaman elifdən də yenə istifadə etmək məsləhətdir ki, müəyyən bir ədəddən sonra, müəyyən bir qiymətdən sonra proqram çalışanda fərqli bir qiymətlə rastlaşmayaq. Bunları artıq gedişatda şərtə uyğun olaraq həll eləmək lazımdır. Else-də də nə təyin edərik? Print. Nə yazaq? Print tək ədəddir. Bəli, tək ədəddir. Tək ədəddir. Bu şəkildə. Gəlin indi run edək. Məsələn, mən daxil edək, neçə daxil edək? Bir dənə ədəd deyin. 8.
Məsələn 8 daxil. Fərq etmir onu. İstədiyiniz ədəd deyə bilərsiniz. Bu sonsuzluğa qədər ədəd yaza bilərəm mən bunun daxilində. Enter-i bastıq, cüt ədəddir deyə ekranda verdi. İndi gəlib run edək. Bir dənə də tək ədəd, misal üçün 1 vahid yazdım. Tək ədəddir deyə ekranda yazılacaq. Bu şəkildə proqramımızın işləmə prinsipi bundan ibarətdir. Görün, başa düşmədiyiniz hissə varsa yenidən soruşun. Deməli, 2 dənə slash tam bölməni göstərirdi. Yox. 2 dənə slash tam göstərirdi. Faiz isə tam bölünməni, yoxsa? 2 dənə demək. Bir dənə slashimizdən istifadə ediriksə, bu bizim ümumi bölməmizi göstərir. 2 dənə slashimiz tam hissəsini göstərir. Faiz isə bizdə onun qalığını göstərir. Bəli. Bərabər dilində yazanda if-in, elif-in tərkibində bərabərdir 2 dənə yazdıq. Bunu da unutmayaq. Keçək onda 5-ə. 5-də siz sevərsiniz bunu, müəllimsiz çünki imtahan balının yoxlaması. 0-100 arası daxil edilən bala görə 90-dan 100 arası A olacaq, 70-dən 89-a qədər B olacaq, 50-dən 69-a qədər C olacaq, 0-dan 49-a qədər isə kəsilmək olaraq, kəsir olaraq göstərməlidir. Belə bir üsul var. Və hətta biz bunu biraz özəlləşdirək. Çünki burada A var, B var, C var, D, Y, F də var. Daha doğrusu Y var idi universitetdə. Bilmirəm. Amma D olmalıdır. F var. F artıq kəsirdir. Hətta onu elə özəlləşdir özümüzə görə. Çünki burada nəsə əksiklik mənə elə gəlir ki var. 91 100 A-dır, 81 90-a qədər B-dir, 71-dən yuxarı C-dir. Bir də D var idi. 61-dən 69-a qədər də, 70-ə qədər də D var. Biz ona uyğun özəlləşdirdik. Öz universitetimizdə istifadə olunan, Azərbaycan Universitetində istifadə olunan bal sisteminə görə özəlləşdirək. Demək, birinci növbədə nə daxil etməliyik? İmtahanda yığılan balı, düzdürmü? Yazaq bunu ingiliscə skor olaraq təyin edək hətta. Skor adlı bir dəyişən təyin edirəm bura. Skor bərabərdir. Nə yazmaq olar? Hansı tip? Integer yazaq. Olsun. Integer input. Integer mötərizə input. Input mötərizə imtahan balını daxil edin. Olar. İmtahan. İmtahan balını daxil edin. Keçdik bura. İndi yoxlayaq görək imtahanda balı, hər bal hansı hərflə qiymətləndirilir. Başlayaq. Necə başlayaq? Əgərlə başlayırıq da yenə də. If, bəli. İndi fikir verin. Bizim universitetlərdə necədir? 91 ilə 100 arası yığan tələbə A-dır. 81 ilə 90 arası yığan tələbə B-dir. 71 ilə 80 arası yığan tələbələrimiz üçün C təşkil olunub. 61-dən 70-ə qədər D verilib. Y də var idi. Deyirəm, elə. 51-dən də onun üçün yer yoxdur. Gəlin elə burada yazaq. Ekranı tutmasın bir də. 51-dən də 60-a qədər də tələbələrimiz üçün Y təşkil olunub. Ondan sonra F-dir ki, F-i artıq kəsrli olaraq burada təyin edərik. Heç F yazmarıq. Birinci növbədə təyin edək. If əgər 91 ilə 100 arası A təyin edilir. Bunu necə təyin etmək olar burada? Belə yazarıq da. A kiçikdir. A yox, skor. Skor. 91-dən
Do 91-dən böyükdür də. Baxın, bunu fərqli üsullarla təyin etmək olar. İstəsəz, bura məntiq operatorlarını da əlavə edib yazmaq olar. Məntiq operatorları. And, or, yadınızdadır da. Onlarla da qeyd etmək olar. Bəli, bəli. Misal üçün, təyin et, hətta elə də təyin etməyə elə düz olmaz. Əslində məntiq operatorları yox. Məntiq operatorlarla təyin etsək, gərək biz 91-dən 100-ə qədər 10 dənə ehtimalı bura təyin edək. O da bizim işimizə yaramır. Biz proqramçı olaraq bacardığımız qədər daha az kod yazmağa çalışırıq. Riyaziyyatda bilirik də 91 ilə 100 arasında interval varsa, demək ədəd 91-dən böyük x ədədi 91-dən böyük 100-dən kiçik olmalı, düzdürmü? Biz də bunu təyin edək, gedəcək. Yəni bu məntiqlə işləyəcək burada. Onda necə yazmaq lazımdır? Skoru burada. Baxın, burada düstura. Skor. Öncədə 91-dən başlayaq, düzdürmü? 91. Kiçik bərabərdir x. Bəli, kiçik bərabərdir. X yox, skor. Biz bura skor təyin etmişik. Skor. Sonra? Kiçik bərabərdir 100. Bəli, tamamilə doğrudur. Kiçik bərabər də olacaq 100 şəklində. Bu zaman print ekranda çap etsin ki, A olaraq. A-nı. A-nı da mütləq dırnaqda. Nə? Hə, dırnaqdadır. Bəli. Sonra növbəti addımda nə getməliyik? Bizim birinci addımımız tamamlandı. A-mızı aldıq. Keçirik B-mizə. Əks halda burada уже elifi başlayırıq. Bəli, elif. Çünki else-yə başlasaq artıq bizim proqramımız yekunlaşacaq. Biz elifə üstünlük verəcək burada. Elif ya da eyni şey. Altta yox. Elif print Tələsməyin. Elif. Elifdən sonra şərt qoymaq olur if kimi. Doğru şərt qoymaq olur. Yəni eyni şeyi buna yazırıq da 81 kiçik bərabərdir skor, kiçik bərabərdir 100. 90. Kiçik bərabərdir 90. Bəli. Bu zamanda həmin tələbə üçün elif 71-80 print B1 B də doğrusu. B. Sonra elif yenə elif. Bəli. Elif 71 kiçik bərabərdir skor, kiçik bərabərdir 80. 2 nöqtə. Kiçik bərabərdir 80. Burada isə yazacaq print C. Sonda isə artıq yekunlaşır deyə elif. Bir də kəsildi var idi. Kəsildini sonda bəli else ilə yazmaq olar. Çünki axı kəsildidə 0 baldan 50-yə qədər təyin olunur bax. Ona görə. İndi C-ni yazdıq, D-ni bəli. Elif 61 kiçik bərabərdir skor, kiçik bərabərdir 70. Kiçik bərabərdir 60 skor, kiçik bərabərdir 70. Və 2 nöqtə. Burada D olacaq. İndi qaldı nə? E qaldı. Yenə elif 51-dən hara qədər gedəcək? 51-dən skor sıfıra yox, daha doğrusu 60-a qədər. Hə, 60. Print nə olacaq? Hansı? F? Yox, F deyil axı bu. Y. Y. Var idi mi? Y. Və sonda isə tələbə dırnaqları az. Fərqi yoxdur, olar. Onun problemi yoxdur. Dırnaq istəyirsiniz, tək də qoya bilərsiniz, qoşa da qoya bilərsiniz. İşləyəcək proqram. İndi tələbə 51-dən də aşağı bal göstərib, nəticə göstərib. Burada nə təyin edərəm? Hansı komanda ilə? Elifdir, vardı. Eliflə yazmayaq. Eliflə yazsaq biz uzun olacaq. Yazaq ki, else ilə yazaq birbaşa.
Yəni 51-dən aşağıdır. Yazaq. else print olacaq nə? Kəsildi. Düzdürmü? Əks halda isə kəsildi. Aha. Run edək. İndi imtahan balını daxil edin. Bir dənə bal daxil edək. 90-dan yuxarı bir bal, məsəl üçün. 98 bal. İmtahanda tələbə nəticə göstərsə, A olaraq bizim üçün göstərəcək. Əgər kəsilsə tələbə, misal üçün imtahandan 50 bal yığıb, bəzi tələbələrin başına gələn bir haldır və görürük ki, kəsildi ilə qarşılaşır bu şəkildə. Proqramımız tamamilə doğru formada işləyir. Baxın, görün, burada izaya ehtiyac yeri varsa, Bir dənə aklına baxa bilmədim. Print buyurun, baxın. kesildi, əks halda kəsildi yazırız. Hə, aşağı bir dənə düşün. Run eləyəndə nə oldu? Run edəndən sonra, əgər 50 bal yığıbsa, artıq 50 bal, 51 baldı da keçmir. 51 baldan da aşağı olduğuna görə kəsildi olaraq ekranda göstərəcək. Başa düşdükmü bunu? Bəli. Sonra keçək növbəti sualında. Temperaturun yoxlanmasıdır. Bu da əslində eyni tipli sualdır. Temperatur 0-dan aşağıdırsa soyuq, 0 ilə 30 arasındadırsa ilıq, 30-dan yuxarıdırsa isti. Bunu məncə siz yaza bilərsiniz. Bunda problem olmaz. 3 dənə hal var. Sonra maksimum 3 ədəd arasında 3 ədəd daxil edilib ən böyüyünü tapıb yazdırın. Bunu da istəyirsiniz 7-ni də verirəm sizə. 6, 7. Bunu da düşünün ayrıca. Sonra şifrə yoxlanması deyir. Deyir istifadəçi. Əgər daxil edilən şifrə Python 1.2.3 ilə edilərsə, o zaman giriş uğurludur yazılsın. Məsələn, necə ki, siz bir veb sayta registrasiya edirsiniz, sonra login olursunuz o sayta. Daxil olanda sizdən parol, e-mail istəyir. Siz parolunuzu deyək ki, qoymusunuz ki, İngilis dili 1-2-3. Misal üçün deyirəm. Siz İngilis dili 1-2-3 parolu ilə yenidən daxil olanda sizə giriş uğurludur yazısı çıxacaq. Yəni, daxil olacaqsınız sayta. Əksi halda isə parol yanlışdır, xatası alacaqsınız. Buna uyğun, indi burada Python 1.2.3 təyin edilib. Siz də bunu əvvəlcədən təyin edərsiniz proqrama, sonra gəlib yoxlayarsınız. Əgər parol Python 1.2.3 isə giriş uğurludur yazsın. Əksi halda isə giriş edilmədi deyə bir yazıda yazdıra bilərsiniz. Bunu da özünüz yaza bilərsiniz məncə. 6, 7, 8. Sonra ədədlər müsbətdirmi deyir. 2 ədəd daxil edin. Hər ikisi müsbətdirsə, hər ikisi müsbət yazısı olsun. Əksi halda ən azı biri mənfidir yazılsın. Bunu başa düşürük də yəqin ki. Nə demək istəyir? If else mən o if-dən sonraki hissəni necə yazmalıyam? O mənə qaranlıq gəlir biraz. Məsəl üçün buradakı if-dən hansı o riyazi əməliyyatlardan misal üçün bu hissə if-dən sonraki hissə var. Misal üçün heç ağlıma gəlməzdi ki, bu hissəni yazmaq olar da. O artıq biraz o anda belə deyək də, bu proqramlaşdırma elə bir hissədir ki, burada həmin durumu biraz düşünmək lazımdır. Özünü onun o proqramın yerinə qoymaq lazımdır ki, necə başa düşərik. Biz necə ki riyaziyyatda bir düstur var, həmin düsturu təyin edib misalı yazırıqsa, əslində baxanda hamısı düsturdur bunların, belə baxanda. Sadə düsturlardır sadəcə. Düstur olaraq adlandırılmasa da, sadə düsturlardır, yazılış qaydasıdır ki, biz buna uyğun təyin edirik, bilirik. Bunu sadəcə proqramda tətbiq edirik. Proqrama düzgün yerində qoyuruq. Əgərin yerində bunu qoyuruq, elifin yerində bunu qoyuruq, else-nin yerində başqa bir hissəni təyin edirik və sonda da çalışdırıb nəticəni alırıq. Onu biraz həmin vaxta görə düşünmək lazımdır. Alqoritmasını qoymaq lazım, belə deyək.
9 da siz baxarsınız yenə 6, 7, 8, 9, 4 dənə. Sonra and or not-u yazmışıqmı? Yoxsa yox? Neyi? And or not məntiqi operatorlar. Bu 4 dənə çalışma var burada məsələmiz. Bunu vurmamışam mən. Baxaq. Buna bir dənə yaz. Hansını? Bundan and və o and or not-dan yazaq. Yazaq. Misal üçün burada hansı yazaq? Hansı sizə çətin gəlir? Dördüncünü. Yazaq dördüncünü. Deyir, əmək haqqı və təcrübə var. Nə deyir? Əgər təcrübə 2 ildən çox və əmək haqqı 800-dən yuxarıdırsa, təklif qəbul edilir. Belə bir yazını bizim üçün ekranda göstərsin. Əksi halda isə məsəl üçün təklif qəbul edilmir yazsın. Demək, biz burada istifadəçi olaraq nə daxil etməliyik sizcə? Burada göstərilib. Açar sözlər nələrdir? If, əgər var. Yox, açar sözlər. Məsələnin şərtində açar sözlər nələrdir? And. Yox, elə demirəm. Biz istifadəçi olaraq, baxın 2 il, nəyin 2 ilidir bu? 800 azeyni, nəyin 800 azeynidir? Açar sözlər. Təcrübədir, bir də əmək haqqıdır. Bunlar bizim məsələmizin açar sözləridir. Demək, nə üçün seçim aparılacaq? İşçinin təcrübəsinin və əmək haqqına əsasən seçim aparılacaq. Deməli, biz burada artıq açar sözlərlə daxil edəcəyimiz dəyişənləri artıq başa düşdük. Hansı dəyişənləri təyin etməliyəm? Nə yaza bilərəm? Təcrübə yazaq birinci dəyişənə. Düzdürmü? Təcrübəni illə göstərik deyə hansı tip olsun? Integer. Bəli, integer tam qiymət olaraq göstərilsin. Integer, sonra input, qısa olaraq da yazmaq olar. Təcrübə bərabərdir, belə qısa yazılsın. Çox da uzatmayaq. Necə? Təcrübədən sonra bərabərdir, niyə yazırsınız? Bərabərdir yazıram, fərqi yoxdur, istədiyiniz söz yaza bilərsiniz. Təcrübə bərabərdir yazılacaq. Mən artıq burada təcrübəni ilin yaza biləcəm. İstəyirsiniz 2 nöqtə qoyun, istəyirsiniz heç nə yazmayın, fərqi yoxdur onun. Dediyim kimi. Əgər yuxarıda bərabərdir yazmasanız, aşağıda özünüz bərabərdir yaza bilmirsiniz? Özüm bərabərdir yazsam, əlbəttə ki, xeyr. O var, aman xata verəcək mənə, böyük ehtimal ki. Yoxlayaq. Bir dəqiqə. Misal üçün bərabər. Təcrübədən sonraki bərabəri silin gör. Aşağıdan yazmaq olurmu? Olmayacaq, xata verəcək. Olsa da xata verəcək. Görürsünüz ki, value error verdi. Yəni biz burada bərabərdir belə yaza bilmərik. Çünki biz bura niyə yaza bilmərik sizcə? Özünüz bir dəqiqə düşünün, niyə ola bilməz? Niyə xata verdi? Səbəbi nə ola bilər? Mötəzəl içində soruşur. Mötəzəl içində qeyd olunmayıb deyə. Yox, deyirsiniz, bərabərdir ədədin daxilində özünüz qeyd eləyin. Burada, terminalda. Çünki, yox, onların fərqi yoxdur. Çünki biz nə yazmışıq? Tip yazmışıq. Bu tip deyilən komanda var. Integer, float, string. Bunlar deyir ki, sən bu dəyişənə nə yaza bilərsən? Bunu deyir bizə. Terminal pəncərəsində sən, istifadəçi, bu dəyişənə nə əlavə edə bilərsən? Özündən başqa bir əlavə edə bilmərsən. Integer sənə deyir ki, ancaq sən tam ədəd yaza bilərsən. Və sən 8 milyon yaz, 5 yaz, 1 yaz, fərq etmir. Tam ədəd yaza bilərsən. Problem yoxdur mənim üçün. Amma sən özündən ora əlavə edən bərabərdir, üstəgəl, çıxma, vurma, bölmə, nə bilim, informatika, belə sözlər yazsan, mən avtomatik olaraq sənə value error verəcəm. Olmaz elə. Integer, ona görə bizim tiplər dediyimiz hissə budur. Tip nə deməkdir? Dəyişənin tipini müəyyən edir. Yəni sən dəyişənə hansı qiymətlər, nə tipdə qiymətlər mənimsədə bilərsən. Float deyir ki, sən bura ancaq kəsr ədədləri daxil edə bilərsən. Misal üçün 5,4 daxil edə bilərsən.
Amma ora vergüldür, bərabərdir. Bir dənə nöqtə belə yazsan, value erroru sənin üçün yazacam. Sənin üçün bərabərdir və digər hissələr, məsəl üçün bərabərdir, toplama, vurma və müxtəlif qeydlərini göstərmək üçün sənin üçün inputun daxilində belə bir hissə yazmışam zaten. Bura yaz. Bura yazmalısan. Burada yazsan mən sənə problem vermirəm. Yaza bilərsən, təcrübə bərabərdir. Bu problem deyil. Ancaq terminal pəncərəsində burada yenidən bərabərdir 5 yazsam, mən sənə təbii ki, value error verməliyəm. Proqramın qaydalarından biridir. Hətta burada belə də təyin etmək olar. Təcrübə mötərizə daxilində yazaq ki, il ilə. Bilək ki, istifadəçi nə üçün bunu əlavə edir? İl ilə təcrübə. Sonra digər açar sözümüz nə idi? Əmək haqqı. Bəli. Əmək haqqını maaş kimi də yaza bilərəm, əmək haqqı da kimi yaza bilərəm. Əmək haqqı kimi yazsam, əmək altdan xətt haqqı kimi qeyd etmək olar. Bərabərdir. Əmək haqqı da yenə integer tipində olsun. Input yazaq əmək haqqını daxil edin. Əmək haqqını elə əmək haqqı olaraq yazılsın. Mötərizədə də AZN şəklində. AZN bərabərdir. Sonra keçək bura. Deyir ki, əgər təcrübə 2 ildən çox olsun və əmək haqqı 800 manatdan yuxarıdırsa, mən nə etməliyəm? If-lə başlayırdı, bir şərt vardı. If, təbii ki, şərt var. Sonra deyir, həm bizim təcrübəmiz 2 ildən yuxarı olsun, təcrübə böyük olsun 2 ildən yuxarı. Həm də eyni zamanda baxın. Əmək haqqımız da 800 AZN-dən yuxarı olsun. İkisi də var. Onda necə təyin edə bilərəm? Təcrübə böyükdür. Yox. Bəli, doğru deyirsiniz. Təcrübə böyükdür. Təcrübə böyükdür. Əmək haqqı. Yox, təcrübə böyükdür. Biz məntiq operatorundan istifadə edirik axı. And or not. Onlarda hələ tələsməyin. Təcrübə böyükdür. Hansı şərtimiz var? Birinci şərtimiz. Təcrübə böyükdür, nə? Təcrübə şərtdə nə deyir? Təcrübə 2 ildən çoxdursa. Onda təcrübə böyükdür 2. 2 yazıram, üstüncə. Bəli, 2. Çünki mən də bura integer tipində olduğuna görə bura ədəd daxil edəcəm axı terminalda. 2, 5, 10, 20 bir ədəd daxil edəcəm. Əgər 2-dən böyükdürsə, demək bunu yoxlamaq üçün if-in birinci sol tərəfindəki şərtinə mən yazıram təcrübə böyükdür 2. Düzdürmü? Başa düşdük burasını. Sonra bir də əmək haqqı deyir ki, 800 AZN-dən çox olsun. Deyir, həm təcrübə 2 ildən yuxarı olsun, həm də eyni zamanda əmək haqqı da 800 AZN-dən çox olsun. Demək, necə yaza bilərəm? Təcrübə böyükdür 2, ardından siz tamamlayın. And, bəli. Çünki and niyə? Və deyir də, ikisi də olmalıdır. İkisi də olmalıdır. Eyni zamanda burada birləşmədir. Yəni hər ikisi birləşdirir. Təcrübə də olsun, eyni zamanda 2 ildən böyük yuxarı. Həm də əmək haqqı da olsun. Əmək haqqı böyükdür 800. Əmək haqqı böyükdür. O da böyükdür deyil axı 800-dən. Bəli. Böyükdür 800. Böyükdür 800. Sonra 2 nöqtəmiz doğrudur. Nə deyir? O zaman print desin ki, təklif qəbul edilir. Sadəcə bu sözü. Təklif qəbul edilir kimi bir yazı deyir. Təklif qəbul edilir. Digərində isə indi təcrübə 2 ildən böyük olmasa və ya əmək haqqı 800-dən az olsa nə yazsın? Else-da nə olsun? Print desin ki, misal üçün təklif qəbul edilmir. Təklif qəbul edilmir kimi də bir dənə yazı əks olunsun. Qəbul edilmir.
Gəlin run edək. Run edək. Təcrübə, misal üçün, nə qədər olsun? 5 illik təcrübəsi olsun işçinin. İşçinin əmək haqqısı da olsun 1200 ACN. Enter basanda aşağı özü düşür, hə? Bəli, özü avtomatik olaraq yeni sətrə müraciət edir. 5 ildirsə təcrübəsi və əmək haqqısı da 1200 ACN-dirsə, o zaman təklif qəbul edilir. Amma deyək ki, işçi 10 ildir fəaliyyət göstərir. 10 illik təcrübəsi var. Ancaq əmək haqqısı isə məsələn 600 olsun. 600 ACN-dirsə, bu zaman təklif qəbul edilməyəcək. Olsun, 10 il olsun təcrübəsi. Ancaq end operatoru olduğu üçün burada false olmasına icazə verilmir. Digəri mütləq şəkildə yanlış olmalı. Bəli. Yəni end operatorunda false olmamalıdır. False varsa, bir dənə də false varsa, avtomatik ora müraciət getməyəcək. Hamısı true verməlidir bizə, doğru verməlidir. Başa düşdükmü burasını? Bəli. Əla. Digərləri də elə buna uyğun misallardır. Bunları da məncə siz yaza bilərsiniz. Sonra 2 ədədin cəmi. Bunları demişsiniz ki, yazmışam. Bunlara deyəsəm problem. Yuxarı çıxaq. Bəli. Hansılar? Bu 3 var ha. 3. Kvadratın sahəsi. Aha. Kvadratın sahəsi, düsturu zaten kvadratın sahəsini tapanda necə tapırıq? Tərəf vurulsun, tərəf olaraq hesablayırıq. Adi düsturu orada tətbiq edirik. Misal üçün, bir dənə kvadratın neçə tərəfi var? A kvadratı deyil, kvadratın bir tərəfi olur da, düzdürmü? Necə? Bir dənə kvadratın bir dənə tərəfi olur, düzdürmü? Ona görə tərəf yaza bilərik. Tərəf. Tərəf bərabər olsun. İndi istifadəçi bura tərəf daxil etsin. Götürək misal üçün float tipində olsun. Tam ədədlər olmasın, float tipində kəsr ədəddə götürə bilsin. Ona görə float təyin edirəm. Float nə olsun? Input. Input. Bəli. Heç bura artıq nəsə yazmıram. Birbaşa düşürəm bura. Ehtiyac yoxdur. Tərəf bərabər də float input kimi təyin etdim. Sonra davam edək. Tərəfi daxil etdik. Tərəf bərabərdir float tipində. Sonra bir də qaldı print. Kvadratın sahəsini tapmaq. Sahəni də tapanda necə yazmaq olar? Belə də istəyir yaza bilərsiniz birbaşa və ya belə də yaza bilərsiniz.
Bir dənə S dəyişəni götürək və ya sahə adlı dəyişən götürək. Sahə nə deməkdir? Kvadratın sahəsini hesablayanda tərəfin kvadratına bərabərdir. Yəni bir dənə kvadrat götürək. Tərəfi 5-dirsə, demək hər tərəfi 5 tərəf 5-ə bərabərdir. 5, 5, 5. Sahəsi də bərabərdir 5-in kvadratına. 5-in kvadratına, yəni 25 alınacaq. S sahə adlı bir dəyişən götürürəm və düsturumuzu təyin edirəm bura. Kvadratı tapanda nə etməliyəm? Necə yaza bilərəm? Tərəf. Bəli. Yenə fuat ya. Yo. Tərəf vurulsun tərəf. Düzdürmü? Hə. Tərəfi tərəfə vururuq da. 5-i 5-ə vurduqca 25 alındı. Bu şəkildə. Yazmaq olar. Tərəf vurulsun tərəf şəklində. Və qaldığı yerdə print etmək. Print edərəm ki, sahə deyərəm, qısaca sahə, 2 nöqtə, gələrəm bura, vergül, nə yazaram? Sahə. Bu sahə yazdığımız hissə, ya da bunu biraz fərqli yazaq, sahənin qiyməti yazaq. Sahənin qiyməti. Yazaq ki, qoy qarışıqlıq alınmasın. Sahənin qiyməti dediyimiz hissə ekranda göstərəcək. Sonra bura qədər ekranda normal şəkildə göstərir. Digəri isə sahə dəyişəninin qiymətini bura göstərəcək. Məsəl üçün biz 25 tapmışıqsa 25-dir bu. Sahənin qiyməti 25-dir, 25 olacaq bunun yerində. 100 isə 100 olacaq. Odur. Run etsək. İndi 10 daxil etsəm 100 olaraq mənim üçün verməlidir. Sahənin qiyməti 100 şəklində. Başa düşdükmü? Bəli. Əla. Sonra başqa nə maraqlıdır burada? Hansı suallar? Aşağı düşün bir dəfə. Sardı? Yox, var bir də bunlardır. Bir də ən axırıncısını izah edərsiniz mənə. Bir ədədin kvadrat kökü. Bir ədədin kvadratının kökü hesablayanda necə hesablamaq olar? Burada zaten düsturu var. Deyir ki, 0,5 ilə ədədin kvadrat kökünü hesablayın. Bir dənə ədəd verilsin bizə. Deyək ki, kök altında 49. Nə olacaq bunun? Bərabər neçə? 2-də 1-dir. 7 deməkdir, düzdür? Adi qaydana başında. Kök altında 49 7 deməkdir. Çünki 7-nin kvadratı 49-a bərabərdir. Kök altına da salırıq 49-u 7 alınır. Bunu da burada təyin etsək, yazarıq məsələn number dediyimiz isə num olaraq qısaca yazıram. Numberdan num olaraq qısaca yazdım. Num bərabər olsun. Ədədimiz olsun, misal üçün integer tipində. Integer tipində input. Bəli, başqa heç nə yazmağa heç ehtiyac yoxdur. Mötərizə qalsın. Num yazdım. İndi ədədin kvadratını tapmaq lazımdır. Kvadratını. Kvadrat kökü. Daha doğrusu kvadrat kökünü tapmaq lazımdır. Kvadrat alt xətt kökü adlı bir dənə dəyişən yazıram. Burada yazıram ki, indi bu ədədin kvadrat kökünü tapanda nə deyir bizdə şərtdə? 0,5-ə yüksəlt. Sadəcə namı vurmaq lazım 0,5-ə. 0,5-ə. Nam vurulsun, yəni qiyvətə yüksəlsin daha doğrusu, 2 dəfə vurma işarəsi. 0,5-i də belə yazmayın. Riyazi qaydada əlverdiş eləyib 0,5 qoymağa. Bunu proqramlaşdırma dilində yazsaq, bəli, proqramlaşdırma dilində yazsaq bizə problem yaradır. 0,5 şəklində yazırıq. Və print edirik. Nə olacaq? Kvadrat kökü bərabərdir. Misal üçün yazdım. 2 nöqtə qoymadım. Bərabərdir yazdım. Fərqi yoxdur. Kvadrat kök. Alt xətt kök. Run etsək. Ədəd daxil edək. 49. 49-dan nə oldu burada? Name error verdi. Name error onda. Kvadrat kök yazmışam. Onu qoymamışıq. Ona görə bizdə name error verdi. 49
neçə oldu kvadrat kökü? 7.0 olaraq ekranda göstərdi. İstəsəz belə Float yaxı, niyə 7.0 göstərdi? ona görə ki, kvadrat kökünü hesablayanda orada kvadratlarla işləyib axı. Kvadratlarla işlədiyinə görə o şəkildə göstərdi bizə. 7.0 olaraq göstərdi. Çünki başqa bir qiymət daxil etsəydi, misal üçün təyin edək, neçə olsun? 56 olsun. Kök çıxmayan bir ədəd olsun. Baxın 56-dan heç bir kök çıxmır da, düzdürmü? Görürsüz, bizdə kəsir hissəsini verdi. Integer olmasına baxmayın. Integeri mən 56 yazmışam bura. Amma mən indi öz daxil etdiyim ədədə məsuliyyət daşıyıram ki, mən integer tipində, yəni tam qiymətli yazmalıyam. Mən bura 67.5 yazsam, təbii ki, mənim üçün Nə olacaq? Okey, başa düşdüm. error verəcək. Amma o istədiyi formada çıxarda bilər. İstəsə kəsir hissə alınırsa, əlbəttə kəsir hissəni də yazacaq ora. Onun üçün problem deyil axı. Mən özüm üçün məsuliyyət daşıyıram ki, integer vermişəm də tam qiymət yaza bilərəm. Kəsir qiymət yaza bilmərəm. Ancaq cavab kəsirlə də çıxa bilər. Bunun problemi yoxdur. Bu şəkildə istəsəz belə də eləyə bilərsiniz. Baxın, buranı gəlin silək. Buranı Ctrl X eləyək. İstəsəz kvadrat kökə mənimsətməyib. Kvadrat kökə mənimsətməyib. Burada da yaza bilərsiniz. Bax, eyni məsələdir. Daha qısadır, daha az kod istifadə olunur. Yəni bir proqramistlər bu kimi metodlardan çox istifadə edir. Daha qısa üsullara qaçır. Nam bərabərdir integer input yazılıb. Birbaşa print ekranının içərisində yazdı kvadrat kök bərabərdir. Vergül eyni əməliyyatdır. Baxın, sadəcə bunu hesablayır, buradakı qiyməti yazacaq. Yenə namın qiyməti 49 mənimsətmişiksə, nama deyək ki. 49 mənimsətmişəm. Gətirib print edəcək, çapa ver. 49-u 0,5 dəfə, yəni 2də 1 olaraq qüvvəti yüksəlt. Cavab da 7 alınacaq və səlam. Elə 7-ni də burada print edəcək. Eyni məsələ. Belə də etmək olar, problemi yoxdur. Hətta print eləyək sizin üçün. Nə yazaq? Misal üçün 100 yazaq, 10 çıxsın. Kvadrat kökü 10.0 olaraq bizim üçün göstərir. Bu da bu şəkildə. Başqaları da elə eyni formadır. Yazılanların da əksəriyyətinin düsturları göstərilib qarşısında necə hesablamaq lazımdır. Onları da evdə mütləq yazarsınız. Əlavə olaraq zaten sizə daha bir 10-15 suallıq bir testə göndərəcəm. Onda işləyərsiniz. İndi başlayaq biraz qaydamızı davam etməyə. Bir 3-4 dəqiqə mənə vaxt verin. Siz dərsi açana qədər. Olar? Tamam, olar. Problem deyil. Başlayaq. Videomuz da davam etsin.
Bu gün sizinlə başlayaq. Python dilində bir dənə kitabxana var. Import match kitabxanası. Daha doğrusu match kitabxanasıdır ki, importun daxilində yazılır. Bu import match bizim üçün nə üçün lazım olacaq? Səhv etmirəmsə materiallar burada olmalıdır. Sadəcə adın necə qeyd etmişəm xatırlamıram. Proqramlar olmalıdır və ya başqa. Eyb yox. Taparam. Zaten əlimizdə indi material var. Onlarla işləyək. Sonra oradakı materiallardan sizə göndərərəm dərsdən sonra. Onun üçün vaxt itirməyək bir də. Import match kitabxanası nə üçün lazım olur? Misal üçün riyazi hesablamalar aparanda biz kökaltı ifadə yazanda kökaltını əlbəttə ki, qüvvətə yüksəltmə ilə yazacaq. 0,5 olaraq qüvvət üstü 0,5 yazsaq, import match bizə lazım deyil. Ancaq biz hesablama zamanı SQRT adlı komandadan istifadə etsək, bəli, import match-i əvvəldən yazmağa ehtiyac var. Əlavədən olaraq istifadə etdiyimiz kosinus, sinus, tangens, kotangens və s. loqaritma kimi ifadələri funksiyalarda yazanda import match onun daxilində qeyd olunmalıdır. Əks halda proqram tanımayacaq ki, bu riyazi ifadədir və bunu hesablamayacaq. Qısa bir dənə proqram olaraq gedək. Başlanğıcda belə yazılacaq. Import match. Yəni, match kitabxanasını bura çağıracaq. Sonra, deyək ki, kvadrat kökün tapılmasına aid bir misal yazırıq. Bir ədəd verilib, 49 verilib, kök altında 49-u yazırıq. Biz bundan əvvəlki misalda kök altında 49-u təyin edəndə nə etmişdik? 49 üstü 0,5 yazmışdıq, düzdürmü? Qüvvətində. Bu dəfə isə SQRT-dən istifadə edərək bunu yazacağıq. SQRT-dən istifadə edəcək, ona görə ki, əlimizdə artıq import match kitabxanası var. Import match-i təyin etdim bura. Deyək ki, number bir ədəd daxil edirəm. Ədədimiz olsun nə tipində? Integer tipində olsun. Elə. Integer tipində ədəd olsun. Input. Deyək ki, ədəd. Ədəd bərabərdir. Bu şəkildə. Və sonra kvadrat. Ya qısaca olaraq kök olaraq yazıram. Kök bərabərdir. Uzun olmasın bir də dəyişənin adı. Kök bərabərdir. İndi kökü yazanda fikir verin nə yazıram. Match mütləq ki, match kitabxanasının tərkibində işlənən kosinus, sinus, loqaritma, tangens, kotangens və ya SQRT, EBS və digər modullar əgər sadəcə match ilə işləyirsə, onları proqrama yazanda da əlavə olaraq match nöqtə həmin komandanı yazmalıyıq. Mən indi SQRT ilə işlədiyimə görə, yəni kökaltı hesablamaları istifadə edən SQRT komandasının qarşısında match-i qeyd etməliyəm. Match nöqtə SQRT olacaq və sonra burada bir mötərizə açılacaq. Mötərizə daxilində hansı ədədin kökaltısını tapıram? Number adlı dəyişənin mənimsədilən ədədin kökaltısını tapıram. Yazıram bura num. Bu şəkildə. Bunu təyin etdim bura. Sonra print etsin mənim üçün, çap etsin nəyi? Kökü. Gördükmü? SQRT kökaltıdır. Match kitabxanasının mütləq ki qarşısında yazdım. Match.sqrt num. Yəni ədədin, verilmiş ədədi kökaltıya saldı və bizdə də çap etdi kökü. Gəlin indi run edək. Ədəd daxil edin. Ədəd daxil edirəm 49 və ekranda 49 kök altında 49-un qiyməti olan 7-ni göstərdi. Bu şəkildə. Bura qədər hər şey aydındır. Bəli.
Sonra. Səncə olaraq Hı -hı. biz onsuz da belə göstərə bilirdik də. Bir də bu məsələ nəyə ehtiyac var? SQRT-yə niyə yazırıq ki? Misal üçün bəzi misallarda SQRT-yə ehtiyac olarsa və ya müxtəlif riyazi ifadələr olarsa, kosinus, sinus, məsələn, hətta sizə belə deyim, astronomik hesablamalar olur. Astronomiyaya aid hesablamalar olur. Misal Marsa aid nə deyirlər ona? Adı da hazırda yadımdan çıxdı. NASA. Aha. Buyurun. NASA ilə əlaqəli hesablamalar olur. Həmin hesablama zamanı riyazi hesablamalar aparılır. Yəni deyək bir peykin havaya buraxılması zamanı proqramistlər onu riyazi üsulda hesablayır. Orada əlbəttə ki, bu kimi bir çox kitabxana təyin olunur, bir çox hesablama təyin olunur. Hələ bu onun proqramlaşdırma hissəsinin bir növ arayüzüdür. Gördüyümüz arayüzüdür. Hələ arxa planda nələr olur? Onlar böyük bir həngamədir. Və deyək ki, biz kosinusda, sinusda və bu kimi funksiyalarda ora təyin edirik. O zaman bəli, SQRT-dən niyə də istifadə etməyim? SQRT-dən də istifadə edərəm. Əlbəttə biraz seçim ola bilər və ya proqramın strukturundan asılı bir vəziyyət ola bilər ki, tələb eləyir. Və daxil etdiyimiz halda SQRT-ni biz məhz kitabxanası ilə bura təyin etmiş olacağıq. İndi başqa bir dənə qiymət götürək. Misal üçün pi ədədi olsun. Pi ədədi. Pi ədədini də biz SQRT ilə təyin edə bilərik. Belə bir misal olsun. Dairənin radiusunu daxil edin. Bir dairə olsun. Dairənin radiusunu daxil edək. Dairənin bizim üçün sahəsini hesablasın. Dairənin sahəsini. Dairənin sahəsini hesablama düsturu nədir? S bərabərdir. Pi vurulsun. Daha doğrusu 2 pi r. 2 vurulsun pi-yə. O da vurulsun r-ə. Yəni radiusu. Doğrudurmu? Burada 2 zaten düsturun tərkibindədir. Pi ədədi sabit bir qiymətdir. İlk dərsdə danışanda sizə məlumat vermişdim ki, dəyişənlər var və sabitlər var. Pi də 3,14-ə bərabərdir. Yəni sabit bir qiymət alır. R-də açardır burada. Yəni bir dəyişəndir. Açar sözümüz R-dir, yəni dəyişəndir belə deyək. Bunu biz daxil edəcəyik. Biz R-ə nə qiymət versək, gətirib düsturda 2 pi-də hesablayacaq. Yekun nəticəni də S dəyişəninə. Yəni bu dəyişənə mənimsədəcək. Demək ki, mən nə etməliyəm? R-i daxil etməliyəm. Düzdürmü? R bərabərdir və ya radius kimi də yaza bilərəm. Radius bərabərdir. Radiusu yazaq float tipində. Qoyun onluq ədədlərdə bura təyin edə bilim. Heç bir problem alınmasın. Deyək, input nə olsun? Bunu silək buradan. Input radiusu daxil edin. Deyək, radiusu daxil edin kimi bir yazıda əks olunsun. Sonra, radiusu daxil etdim. Gəlib sahəni hesablasın. Sahə bərabərdir. Sahə bərabərdir. Nə olacaq? 2 vurulsun. 2 vurulsun. 2-ni yazmayaq hələ ki. Birinci pi ədədini yazaq. Pi ədədini yazaq ki, daha da yaxşı görsənsin. Maç nöqtə pi. Pi-ni elə pi olaraq yazıram. Baxın, başqa heç nə yazmaya ehtiyac yoxdur. Pi yazanda artıq görürük ki, qırmızı bir rəng alır bizim yazımız. Bu o deməkdir ki, demək proqram bunu tanıdı. Pi olaraq bunu tanıdı. Maç nöqtə pi. Artıq bunun öz qiymətini bura özü təyin edəcək. Vurulsun. Radiusa nə təyin etmişəmsə, həmin o radiusa vurulsun bir də 2-yə. Bunları hesablayacaq və yekunda print mənim üçün nəyi çap etməli olacaq? Radiusu? Sahəni. Sahəni. Yekunda mənim üçün sahəni çap etmiş olacaq. Gəlin burada. Bura nə edək?
Radius daxil edək, misal üçün 7. Yekununda 43 tam böyük bir qiymət alınmış olur. Çünki pi-ni 3 tam %14-dən hesabladı. 3 tam %14, hətta onun bəlkə də 3 tam %14-dən sonra 11 mi, yoxsa 20 neçə mi, tam xatırlamıram, onluq hissəsi var. Ola bilsin, onları da götürdü özü ilə bərabər. Eyni zamanda 2-yə də vurub axı. Eyni zamanda 2-yə də var. Bu da öz yerində. Bəli, əlbəttə ki. Bir də bayaq SQRT idi, çünki kökə salmışdıq. Bu dəfə pi yazıram, çünki radiusdan söhbət gedir. Bəli, Dairədən dairə. düstura görə 2 pier. 2 pierdə pi-dən istifadə olunur. Ona görə mən pi-ni yazmışam, pierdən yazmışam. Biz dairənin radiusunu hesablayanda, dairənin radiusunda 2 pier düsturundan istifadə edirəm. Onun üçün pi ədədini bura match.pi olaraq qeyd edirəm. Və hansılar da matchdan işləyirsə, mütləq match.pi yazıram. Pi vurulsun kimi yazmıram. Belə yazmıram. Belə yazsam səhv olacaq. Match.pi yazmalıyam. Bəli. Sonra, misal üçün başqa nədən istifadə etmək olar? Nə kimi bir misal yazmaq olar? Faktorialı misal üçün hesablayaq. Bir ədəd götürək. Həmin ədədin faktorialını bizə versin. Faktorial bilirik də. Nida işarəsi idi. Bəli, misal üçün biz 5 daxil etsək, 5 faktorialı biz üçün hesablasın. Dala gedirik 5, 4, 3, 2 belə olmalı. Bəli, 5, 4, 3, 2, 1 ya 1 vurulsun, 2 vurulsun, 3, 4, 5 hamısı cəmi edəcək 120 zaten 5 faktorial. Burada da yenə import match kitabxanasını əlavə edirəm. Import match. Sonra nə etmək olar? Ədəd daxil edəcəm. İstifadəçi bir ədəd daxil edəcək. Adını verdim elə ədəd olaraq. Ədəd bərabərdir. Ədədimiz olsun integer tipində. Çünki natural ədəd daxil edirəm də. Biz natural ədəddən faktorialını hesablayırıq. Müəyyən bir kəsr ədədin. Kim axı 5,4-ün faktorialını hesablayar? 5-i hesablayar, 5,4-ü hesablamaz. Integer input olaraq təyin edirəm. Input olaraq elə belə də qalsın. Sonra nə etmək olar? İndi faktorialı hesablayıramsa, yazaq bura faktorial. Faktorial adlı bir dəyişən yazaq. Bərabərdir. Bu dəyişənin adıdır. Yəni istəsəz buna B də deyə bilərsiniz, C də deyə bilərsiniz. Bundan bir işimiz yoxdur. İfadənin sol tərəfində olan hissə. Bu fərqli dəyişəndir. Burada heç bir dəyişiklik olmayacaq. Faktorial bərabərdir. Nə indi hesablayırıq burada? Uyğun olaraq. Match.faktorial adlı bir hesabdan istifadə etməliyik. Match.faktorial. Çünki faktorial da P ədədi kimi artıq proqram tərəfindən tanınır. Yəni proqram tərəfindən faktorial da tanınan bir funksiyadır. Faktorial yazdığım halda proqram bunu tanıyacaq. Faktorial hansı ədəddir demişəm? Ədəd dəyişəni demişəm. Yəni bunu. Bu dəyişənin faktorialını hesablayacaq və alınmış qiyməti faktorial dəyişənə mənimsədəcək. Qarışıq olmaz cümlə. Yox. Onda print olacaq nə? Faktorial. Faktorialı sadəcə bizim üçün verəcək. Run etsəm, 5 daxil etsəm, 120 olaraq mənim üçün cavab verəcək. 6 da daxil etsəm, 720 verməlidir. 720 verəcək. Bu şəkildə. Bu, deməli 5-dən 1-ə qədər bir-birinə vurma idi da, düzdür? Bəli. Bir-birinə vurula-vurula. Birdən vahiddən başlayaraq ardıcıl olaraq n ədədə qədər ədədlərin hasilini tapar faktorial. Məsələn, 10-dursa, 1-dən 10-a qədər ədədlərin hasilini tapır. Bir-birinə vurur. Sonra başqa nə yazmaq olar?
Başqa nələrdən yazmaq olar? Import matcha aid. Mənə sual verirsən, yoxsa özünüz fikirləşirsiniz? Özüm fikirləşirəm. Məsələn, loqaritma 10 əsasdan 10 əsasdan bir qiyməti hesablayaq. Loqaritma 10 əsasdan müəyyən bir qiyməti hesablayaq. Bu necə hesablamaq olar? Import match təyin edək bura. Import match. Sadə bir misal olsun. Amma maraqlı bir misal olsun. Print deyək. Match nöqtə. Yazaq. Baxın, match nöqtə loqaritma 10. Loqaritma, daha doğrusu loqaritma belə yazaq. Log olaraq. Əslində belə, bir də belə yazsaq, yox, səhv olmaz böyük ehtimal ki. Amma bir dənə hesablayaq görək cavab verəcək mi bizə? Hə, verdi. Düzdür. Loqaritma 10 əsasdan bizə qiyməti hesabladı. Yəni bunun neçə olduğunu bizim üçün verir. Import, match, print. Gördünüz, loqaritma təyin edirəmsə, loqaritma hansı tipdə olacaq? Matchın daxilində olacaq. Match.log olaraq təyin olunacaq. Və bu şəkildə də biz də hesablayacaq. İndi gəlin bir dənə də misal bura təyin edək. Həmin misalı hesablayaq. Misal üçün belə bir misal olsun. W bərabərdir. W bərabərdir. Biraz uzun bir misaldır. Həm də məntiqi tam anlamaq üçündür. Deyək ki, 4t-nin kubu bu olsun surətdə. W bərabər 4t-nin kubu üstə gəl loqaritma r əsasdan. Loqaritma r əsasdan. Bölünsün nəyə? Bölünsün y üstü y üstü. Ya da y üstü olmasın, a üstü olsun. Fərq etməz. A üstü y plus r. Y-dən r-in cəmi amma qüvvət üstündə. Üstə gəldə 7,2 sinus r. 7,2 vurulsun sinus r kimi. Biraz uzun görsünə bilər, amma bu da yenə eyni sadədir. Bildiyimiz strukturdur. Əsas mahiyyətini biliriksə problem yoxdur. İndi burada baxaq öncəliklə açar sözlərimizə. Biz açar söz olaraq nələri dəyişən olaraq təyin edə bilərik? Baxın, t-dir. T-ni mən daxil edə bilərəm. Özüm təyin edə bilərəm t-ni. R-dir. Özüm təyin edə bilərəm. A-dır. Özüm təyin edə bilərəm. Y-dir. Özüm təyin edə bilərəm. Deməli, bunların qiymətin, t-nin, r-in, a-nın və y-in qiymətin mən istifadəçi proqrama əlavə edəcəm. Yazacağım öncəliklə t bərabərdir. Olsun, misal üçün float tipində. Qoyun burada kəsr ədədlərdə təyin edə bilir. T bərabərdir float input. Input olsun nə? Deyək elə t bərabərdir qısa olaraq. T-nin qiymətini təyin et. Sonra r-i mən daxil edirəm. R bərabərdir. Yenə float tipində. Input nə olacaq? R bərabərdir şəklində. Sonra A bərabərdir. A-nı da mən özüm daxil edirəm. Float. Input nə olacaq? A bərabərdir şəklində. Və Y-i də özüm təyin edirəm. Y bərabərdir. Float. Input. Y bərabərdir. Burada Y nə var ki? Hə, yuxarıdakı. Bunları yazdım. İndi belə də etmək olar. Ümumi hesablaya da bilərəm. Ayrı-ayrı surət kəsirini də hesablayıb fərqli dəyişənlərə əlavə edərəm. Sonra bunları da bir-birlərinə bölərəm. Çünki kəsir nə deməkdir? Surətin məxrəcə nisbətinə kəsiri tapmaq deməkdir. Düzdürmü? Surətin məxrəcə nisbəti bizə W-ni verəcək. Kəsr ədədlərdə. Belə də eləyə bilərəm. Bunun üçün problemi yoxdur. Misal üçün, belə edək. Deyək surət. Bilirik ki, surətlə məxrəci. Yuxarıda olanlar surət adlanır. Yuxarı hissə.
Baxın, bu ümumi hissə, buranın hamısı surət adlanacaq. Bilirəm, onu bilirəm. Aşağıda məxrəc. Aşağıda məxrəc. Surət adlı bir dəyişən yaradıram, bərabərdir. İndi burada 4t-nin kubu üstəgəl loqaritma r əsasdan. Bunlar hesablanacaq, surətə mənimsədiləcək. Demək, 4t-nin kubudursa, deməli 4t-ni necə yazıram? 4 vurulsun t, 4 vurulsun t. T-ni necə yazmaq olar? Kubdursa, üstü qüvvət 3 olacaq. Kub bu deməkdir, qüvvəti 3 səthmə. 4 vurulsun t-nin kubu bu deməkdir. Hətta gəlin bunu mötərizədə yazaq, t-nin kubun. Daha belə səliqəli alınsın deyə. Bunu mötərizə Bəs nə daxil. üçün 0.3 yazılmadı? Bayaq kuba yüksəldən, ekvatorda yüksəldəndə 0. neçə idi? 5 idi də. Amma burada sırf 3 yazdı. Çünki kuba yüksəldirik axı. Bayaq kuba yüksəltməmişdik. 0.5 yazanda kök altıya salırdıq. Hə, kök altı. Bəli, bəli. Kök altına salmışdıq deyə 0.5, yəni 2də 1-ə üstü qüvvəti yüksəltdik. 4 vurulsun t-nin kubu oldusa, mötərizə daxilində t kubu yazıramsa qarışıqlıq alınmasın. Sonra üstəgəl loqaritma r deyir. Loqaritma r əsasdan deyirsə, bunu belə yazırıq. Mat nöqtə, çünki loqaritma nədir? Matın daxilində işlənir də, düzdürmü? Funksiyadır. Riyazi funksiyalar mat modulundan işləyir. Loqaritma mötərizə r olaraq təyin olunacaq. Loqaritma r. Bu bizim surətimizi hesablayacaq. Bir də məxrəc adlı bir dəyişən yaradaq. Məxrəc bərabərdir. Məxrəcdə nə olacaq? Birinci a üstü y plus r yazılacaq. A üstü y plus r. Baxın, bunu belə edəcəyik. Bunu belə edək. A üstü deyiriksə, bizim bir dənə komandamız var. POV adlı komandamız. Bu da qüvvətə yüksəltmədir, eyni qaydadan. Yəni, buradakı vurmaları əvəzləyir. Sadəcə daha səliqəli alınsın deyə mən POV-dan bu dəfə istifadə edəcəm. Fərq budur. Başqa bir fərq yoxdur. POV-un yazılış qaydasına görə POV, sonra mötərizə açılır və bu mötərizənin daxilində nə yazıramsa, POV-a aid olacaq. POV-a aid hesablama aparacaq. Birinci yerdə nə yazıram? A yazıram, A vergül. Yəni, A-nın qüvvətə yüksəlt, sağ tərəfdə nə yazıramsa, o da qüvvət olacaq. Y plus R. POV funksiyası bizim üçün, POV funksiyası verilmiş ifadəni qüvvətə yüksəldir. Yəni, A üstü Y plus R-i mən POV-la burada təyin etdim. Elə bil ki, A 2 dənə vurma, Y plus R belə yazdım. Sadəcə POV-la daha səliqəli olur deyə, qarışıqlıq olmur deyə bu komandadan istifadə etdim burada. A vergül, həmin o əmsaldır, Y plus R də qüvvətdir. Sonra üstə gəl, 7,2 yazıram 7,2. 7,2 mat nöqtə sinus R kimi təyin olacaq. Sinus R kimi. 7,2. Lap istəyirsinizsə bu 7,2-ni silək. Heç bunu yazmayaq. Sadəcə mat sinus R qalsın. Sizə qarışıqlıq olmasın deyə. Sinus R bu şəkildə təyin etdik və qaldı nə? Bunların hamısını W-yə mənimsətmək. W-yə mənimsədəndə də sürət bölünsün məxrəc deməkdir. Sürəti bölürük, bir dəfə kəsir xəttdən istifadə edirik, fikir verirsinizsə. Dedik ki, bir dəfə kəsir xətti ümumi tapır. 2 dənə kəsir xətti olanda, 2 dənə slash olanda nə olur? Tam qiyməti tapır. Misal üçün 5,4-dürsə, 5,4 yerinə 5 yazacaq. Tam hissəni yazacaq. Amma bir dənə kəsir xətti isə 5,4-ü yazacaq. Sürət bölünsün məxrəc. Və print də bizim üçün versin nəyi? W. Gəlin indi hesablayaq əməliyyatımızı. Görək. W orada nə idi? W yazmışsınız. W hamısının qiymətidir. Yəni W bərabərdir. Bu düsturu yazmışdıq hesabda. Odur. Hə. Run edək. Texniki bir səhvimiz yoxdursa, cavab doğru alınacaq zaten. T-yə 1 verdim misal üçün. R-ə 4, buna 3, buna da 2 verdim. Vəssalam, hesabı bizim üçün apardı. Bu şəkildə yekun bir
hesabda aldı. Əlbəttə qiymət böyük ehtimal ki də böyük olmalıdır. Çoxlu sıfırlar, birlər, kəsr hissələr olmalı idi. Baxın görün, başa düşməli hissə varmı burada? Ben görürəm burada printdən istifadə olunmur da. Printdən istifadə olunur. Print W. Hə, Printdən istifadə olunmasa proqram necə biləcək axı çap et komandası hardan gəlir? hə, düzdür. Bəli. Başa düşdünmü bunu? Bir dənə o məxrəcdə povdan sonra A-nı ayrıca yazmısınız. Üstündəkini yanına bir vergülünü ayırıb yazmısınız. Bəli. Hə? O deməkdir ki, bilirik də qüvvətə yüksəldəndə birinci yerdə qalan əmsaldır. Misal üçün 5/4. 5/4-də 5 əmsaldır, 4 də qüvvətdir, düzdürmü? Əmsal həmişə solda yazılır, povda yazılanda. Əmsal solda yazılacaq, solda. Hı -hı. Qüvvəti isə sağda yazılacaq. Bu qüvvət Hı. Y üstü R-dir deyə, ümumi belə veribdir. A üstü Y plus R şəklində verib deyə, həmin Y plus R birbaşa qüvvətdir. Ona görə hamısı birbaşa olaraq da sağda təyin olunur. Və üstə gəldə mat sinus R Tamam. şəklində. Bu bir dənə də loqaritma yadımdan çıxıb. O necə hesablanırdı? Loqaritma, məsəl üçün, bayaq bir misal yazmışdıq. 10 əsasda neçə? Haradasa 10 əsasdan, o loqaritma 10 əsasdan olanda nəticə etibarilə ortalama 2 tam neçə düşür? Yəni ona uyğun bir qiymət təyin olunur. Məndə də elə proqrama atıram adətən. Çox da belə riyazi olaraq %100 neçə alındığını mən də bilmirəm. Hə. Yadımdan çıxıb. İnformatika cəhətdən, proqram cəhətdən belə hesablayıram. Gedişlərini gedirəm. Hı -hı. Aha, başa düşdük bunda.